İrlandiya Avropa İttifaqına üzvdür. Burada saatlıq minimum əmək haqqı 12,7 avrodur. Həftədə 40 saat çalışan biri təxminən 2000 avro, orta maaş isə ümumilikdə 3000 avrodur. Qab yuyanlar 2000, vəkillər 4000, həkimlər 6000, mühəndislər isə orta hesabla 7000 avro qazanır. Lüksemburqdan sonra İrlandiya dünyanın ən zəngin ölkəsidir. Google, Apple, Microsoft, Meta və Amazon kimi texnologiya nəhəngləri, eyni zamanda böyük dərman şirkətləri Avropadakı mərkəzlərini burada qurublar. Çünki burada korporativ vergilər çox aşağıdır. İrlandiya ən asan iş vizası verən ölkələrdən biridir. İşçi əhalinin təxminən 5%-i xarici vətəndaşlardır. Bu qrupun ən böyük hissəsini Avropa İttifaqı və Böyük Britaniya vətəndaşları təşkil edir. Onları isə hindlilər, braziliyalılar, pakistanlılar izləyir. Hazırda 140 mindən çox qaçqına ev sahibliyi edən ölkəyə yalnız 2023-cü ildə 97 min Ukraynalı yerləşdirilib.